Aprelin 22-sində Konstitusiya və Suverenlik ili çərçivəsində Yeni Azərbaycan Partiyasının mərkəzi aparatı, YAP Xətai rayon təşkilatı və Xətai rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Xətai rayonu ərazisində yerləşən abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər. Sonra Zəfər Parkı ziyarət olunub. YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan olunmasının əhəmiyyətindən danışıb. O, 44 günlük vətən müharibəsində tarixi zəfərin əldə edilməsində gənclərin müstəsna rolunun olduğunu deyib. YAP mərkəzi aparatının gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyə Musayeva bildirib ki, gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi gənclərin hər tərəfli inkişafını təmin etmək, onları yüksək vətənpərvərlik ruhunda formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirməkdən ibarətdir. Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında müstəqil Azərbaycanın ilk konstitusiyasının Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə geniş ictimai müzakirələr şəraitində hazırlandığını, əsas qanunda demokratik dəyərlərin öz əksini tapdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz bütün istiqamətlərdə gücləndi. Ölkəmiz möhtəşəm qələbəyə imza ataraq öz ərazi bütövlüyü və suverenliyini təmin etdi. YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, gənclər hər bir xalqın xoşbəxt gələcəyi olan ümididir. Cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsi, ideyaların gələcəyə ötürülmə qüvvəsidir. Buna görə də onların vətənpərvərlik ruhunda yetişdirilməsi əsas məsələlərdən biridir. Sədaqət Qəhrəmanova Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biri olan gənclərin inkişafı istiqamətində davamlı addımların atıldığını deyib. YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, yeni dövrün reallıqları Azərbaycan gəncliyinin üzərinə yeni bir vəzifə qoyur. Prezident İlham Əliyevin vətən müharibəsindən sonraki dövrdə çıxışlarına nəzər saldıqda bu vəzifəni daha aydın başa düşürük. Qazanılmış zəfərin qorunması, hər zaman savadlı, dünya görüşlü, vətənpərvər yeni nəslin formalaşması, qələbəmizi əsas miras olaraq gələcək nəsillərə ötürmək, məhz bunlar Azərbaycan gəncliyinin yeni dövrün reallıqları fonunda başlıca vəzifələridir, deyə Bəxtiyar İslamov fikirlərinə əlavə edib. Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncləri böyük şücaət göstəriblər. Qazandığımız zəfər Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq salnaməsidir. Hər bir döyüşçü, o cümlədən gənclər, öz həyatını vətən yolunda fəda edən şəhidlərimiz və qəhrəman qazilərimiz tarix yazdılar. İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb. Daha sonra YAP sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.